Demək, Sparkline kliklədikdə açılan dizayn menusunun içərisində olanlara baxaq. Birinci seçim Edit Datadır. Edit Group Location and Data. Bu nədir? Yadımızdadsa ilk dəfə Sparkline tətbiq eləyəndə bizə seçim verirdi. Hansı dataya tətbiq ediləcək və hansı ərazidə olacaq Sparkline. Tətbiq etdikdən sonra əgər hər hansı bir məlumatı dəyişmək istəsəm, dizaynda Edit Datanın birinci seçiminə daxil olacaq. Baxın, həmin hissədir. Location Range dəyişmək istəyirəm. Misal üçün, mənə deyirəm ki, bu tətbiq elədiyim mini qrafiklər artıq bu hissədə görsənsin. Bax, seçdim və OK deyəndə həmin hissəyə köçmüş oldu. Birinci seçimdə datanı dəyişmək üçündür. Edit datanın növbəti seçimi Edit Single Sparklines datadır. Bu nədir? Baxın, standart olaraq hər bir sətrin özünün Sparkline'ı var. Mən hər bir Sparkline üçün 6 fərqli data tətbiq eləmişik, düzdür? Baxın, diqqətlə baxsam görürəm ki, burada da 6 qırılma xətti var. Standart olaraq 1, 2, 3, 4, 5, biri də buradadır. Çünki bu iki məlumat bir-birinə çox yaxın olduğuna görə, məlumatlar ümumiyyətlə bir-birinə yaxın olduğuna görə görünmür. Əgər mən kəskin bir fərq olan rəqəm yazsam, məsəl üçün 15 min yazsam, baxın 1, 2, 3, 4, 5, 6 qırılma xəttin görünmüş olacaq. İndi gəldik nəyə? Yalnız və yalnız bir Sparkline'ın datasını dəyişmək istəsəm. 6 yox, misal üçün 4 aya uyğun olaraq tətbiq etmək istəyirəm. Baxın, daxil oldum birinə və ilk 4 ayı istəyirəmsə, mən dizaynda birinci seçimə daxil olsam, bunun datasını gəlib ilk 4 ayı seçsəm, mənə belə bir xəta mesajı verəcək. Xəta mesajı vermə səbəbi odur. Adından da göründüyü kimi bu qrup locationların edit edilməsi üçündür. Əgər mən yalnız tək bir Sparkline üçün tətbiq etmək istəsəm, baxın, Single Sparkline deyə bir seçim var. Baxın, buna tətbiq eləyən kimi özü avtomatik həmin sətri seçdi və həmin sətrin daxilində ilk 4 datanı seçib. OK klikləyəndə baxın, 1, 2, 3, 4 dataya tətbiq eləmiş oldu. Gəldi indi nəyə? Üçüncü seçim Hide and Empty Cells'dir və bura daxil olanda da belə bir 3 seçim verir. Misal üçün, bu nə üçündür? Standart olaraq Sparkline'larımda hər hansı bir məlumatın boş olarsa nə baş verəcək? Baxın, misal üçün, elci məhsulun mart ayına olan datası mən boş, heç bir şey yazmıram. Sadəcə delete deyirəm və delete deyəndə baxıram ki, həmin hissədə bir qırılma var burada. Gördüyümüz kimi Sparkline'da həmin hissə belə deyək də, bir-birindən birləşmir. Hansı ki, bu hissə mənim mart ayının olan datasıdır. Və yaxud da gəlin iyunu da silək. Baxın, iki hissə görünmədi. Və bu datalar boş olan halda Sparkline'ın hansı formada görünməyini tənzimləyə bilərəm. Necə? Gəldim yenə, daxil oldum bu hissəyə. Dizaynda üçüncü seçim Hide and Empty Cells'dir. Baxın, deyir ki, mənə boş xanaları hansı formada göstərim. Just boşluqdur, yəni heç nə göstərmə. 0 yəni 0 şəklində göstər. Connect data point with line digəri ilə birləşdir, yəni göstərmə. Baxaq indi nəyə? İkinci seçimi seçdim, OK dedim. Baxın, gəldi mənə həmin hissələri 0 formasında göstərmiş oldu. Yəni standart olaraq bu mənim fərz edin ki, 0-ımdır və digər hissələr 0-dan fərqlənənlərdir. Yəni bu hissələri mənə 0 şəklində göstərmiş oldu və əgər hər hansı bir hissəni siləcəyim təqdirdə, baxın, sonuncunu siləcəyim təqdirdə sonuncunu mənə 0 formasında göstərdi. Amma bir öncəki seçimdə isə mənə heç bir şey göstərmirdi. Üçüncü seçim nədir? Baxın, yəni standart olaraq əgər burada boşluğu 0 şəklində göstərirsə, yəni nə deməkdir? Deməli, yenə də 6 dataya tətbiq edibdir. 1, 2, 3, 4, 5. Baxaq indi hansı datalar bir-birinə çox yaxın olduğuna görə, yəqin ki, ona görə burada data, belə deyək, 6 datanı görənmədik. Gəlin burada baxaq. Burada görürsünüz bir qədər fərqlidir. 1, 2, 3, 4, 5, 6 dataya tətbiq edibdir. Edit datadan Hide and Empty Cells'dan baxın. Sadəcə bu seçimi seçib OK deyəndə nə baş verəcək? Bu deyir ki, boşdursa heç bir şeyə fikir vermə. Sadəcə birləşdir. Yəni standart olaraq mənə görünən 4 dataya tətbiq eləmiş oldu. Baxmayaraq ki, boşdur. Baxın, əgər mən buradan 3-cü seçimi seçəcəyim hala, burada nə 0 olacaq, nə də qırılma olacaq. Sadəcə görünən 5 hissəyə tətbiq edəcək. Yəni bunu nəzərə almadan birbaşa aprelin nəticəsində olan xətti birləşdirəcək iyunun nəticəsinə. Baxın, diqqətlə baxın. Silən kimi aprelin nəticəsi olan hansı ki bu xətti birbaşa birləşdirdi bu xəttə və mənə belə bir forma göstərmiş oldu. Gəldik növbəti seçimə. Növbəti seçim isə mənə burada deyir ki, gizlədilmiş sətr və sütunları nəzərə al və ya nəzərə alma. Misal üçün, mən fevral və yanvar ayına olan məlumatları hide desəm, seçdim 2 sütunu və hide deyəndə baxın, həmin hissələri nəzərə almadı. Yalnız görünən hissələrə tətbiq etmiş olacaq. Gəlin bunu köhnə formasına qaytaraq. OK.
Baxın, yalnız görünən hissələri tətbiq eləmiş olduq. Görürsünüz, misal üçün elə Samsungun trendinə baxın, 4 məlumata tətbiq eləyib deyə. Gizlədilmiş sətr və sütunlar olmağına baxmayaraq, həmin hissələrin də nəzərə almağını istəyiriksə biz Sparkline-larda, gəlin mən Edit Datadan 3-cü seçimə bir çek qoyub OK klikləyəcəm. Baxın, ilk 2 ay görünməməyinə baxmayaraq, mənə trendində faktiki həmin ayları da nəzərə alaraq bir Sparkline tətbiq etmiş olacaq. Yəni fərqi yoxdur burada görünür və ya görünmür. Bayaqkindən fərqli olaraq gördük ki, bunu rahat şəkildə tətbiq eləmiş olacaq. Dizaynda növbəti seçimim nədir? Show bölməsidir. Show bölməsi nə üçündür? Yəni show-ya keçməmişdən qabaq bura bir rəqəmlər yazaq ki, Sparkline-larımız yenidən bərpa olunsun. İstədiyimiz rəqəmi yaza bilərik. Burada bir rəqəm yazaq. OK. Gəldi indi nəyə? Show menusunda gördüyümüz seçimlər nədir? Baxın, mənə burada imkan yaradır ki, pointlərimi görməyə. High point mənim ən yüksək dəyərimin fərqlənməsidir. Baxın, qırmızı nöqtə ilə göstərilən hissələr ən yüksək rəqəmlərindir. Yəni necə? Baxın, ikinci ay mənə trendim göstərir ki, ikinci ayın sənin ən yüksək satışın olur. Həqiqətən də gəlib baxıram ki, Samsungun ən yüksək satışı ikinci aydır. Misal üçün, mənə burada Sparkline-da göstərir ki, sənin ən yüksək satışın 1, 2, 3, 4-cü. Yəni, həqiqətən gəlib baxsam görürəm ki, 4-cü ayda olmuşdur. First point birinci seçimin seçilməsidir. Yəni, birinci pointlərimi seçir. Low point high tam əksi, yəni ən kiçik dəyərlərimi göstərir. Və belə qırmızı nöqtə ilə göstərir ki, ən kiçik dəyərlərin hansı ayda olmuşdur. Misal üçün, ikinci seçimə baxıram. Bu hissədə olan Sony məhsulumun ikinci ayı ən kiçik rəqəmlərimdir digərləri ilə nisbətdə. Burada növbəti seçim loss point sonuncu dəyərin seçilməsidir. Negative point mənfi ədədlərimin seçilməsi üçündür. Bu nədir? Misal üçün, fərz eləyək ki, datam fərqli bir datadır və onun içərisində mənfi bir, düz indi burada mənfi satış ola bilməz. Yəni, biz datanın fərqli bir data olduğunu təsəvvür eləyək və həmin datanın içərisində mənfi rəqəmlər də var. Baxın, mənfi rəqəmləri nə edir? Göstərir. Haradakı mənfi rəqəm var, onları mənə qırmızı nöqtə ilə göstərmiş olacaq. Negative point onun üçündür. Marker isə hər bir nöqtələrimi mənə bu şəkildə, bu formada göstərmiş olacaq. Yəni, qırılmalarım hansı hissələrdən ibarət. Baxın, bir-birinə yaxın olsa belə, burada yenə də göstərmiş olacaq. Misal üçün, bura yenə 40.173 yazıram. Çox yaxındır, düzdür. Yəni, standartda bizim marker olmasa, burada 5 qırılma, 1, 2, 3, 4, 5 qırılma görəcəyik. Amma markeri klikləsək görərək ki, 6 nöqtədən ibarət. Çünki bu iki dəyər bir-birinə çox yaxındır. Ctrl-Z ilə geri qayıtdıq. Deməli, müxtəlif nöqtələrimi fərqləndirmək üçün bura bu bölmədən istifadə edəcəyik. Style nədir? Style adı üstündə trendline'ın stilini dəyişmək üçündür. Hansı rəngdə olsun, hansı formada olsun, bunu buradan tənzimləyə bilərəm.